Afrika materikinə aid xüsusiyyətlər, vətənimizə nəzər salaq. 4 yarımkürədə yerləşir. Bəli, yeganə materik və ya yeganə qitədir ki, 4 yarımkürədə yerləşir bu. Bəli, bir doğru bənddir. Sahilləri çox girintili çıxıntılıdır. Xeyr, Afrika materikin sahilləri daha sadədir və parçalanmaya çox da məruz qalmayıb. Daha sahilləri daha çox girintili çıxılan materiklər bizdən soruşulursa, biz burada Avrasiya və Şimali Amerikaya aid edə bilərik bunu. Bu deyilişi daha çox. Ona görə bu bənd yanlış oldu. Səhra və savannalar arasında bəli, sahillərə rast gəlinir. Bu doğru bənd olacaq yenə. Mülayim iqlim qurşağı geniş yayılıb. Xeyr, ümumiyyətlə Afrika materikində mülayim iqlim qurşağına rast gəlinmir. İqlim qurşaqları 2 dəfə təkrarlanır. Bəli, ərazisində olan hər iqlimdən 2 dəfə təkrarlanma müşahidə olunur ki, bəli, bu da bizim doğru bəndimiz olacaq. Daimi donuşluqlar genişdir. Xeyr, bu da yanlış bənd olacaq. Dünyanın ən isti materiki sayılır Afrika. 1, 3, 5 burada bizim doğru bəndimiz olacaqdır.